açacağım. Bəziləri var, görsən Aliyə, bir də görsən o günlərim görən kimisə canlısına qoşulub bir avara qadın, işsiz güçsüz qadın. Belə eləyir, ora gedənlərin hamısı avaradır, ora gedənlər hamısı küçədə qalmışlardı. Elə hissəndim, elə əsəbləndim. Necə əsəbləndim, inanırsan. Adam düzdür, orada indi avaralar var, amma hamısına deməyə olmaz da, biz orada dərdimizdən getmişdik. Yəni, bütün milyonlarla insanlar bilir. Başa düşürsən? Bu avara, bəzi avara qadınlar var. Bütün günü o canlı sənin qoşulurlar, çik, danışırlar. Bu canlı sən çik, danışırlar. Bilmirlər ki, heç nə danışırlar. Vallahi. Elə pisimə gəlin. Mən də gedəcəm sabahlarım, evimi, eşiyimi çəkəcəm, oradan göstərəcəm. Deyəcəm, ay millət, biz küçədən gəlməmişik, evdən gəlmişik ora. Vallahi. Elə əsəb oldum ki, inan ki, o günlərim. Dünən Yox, axmaqlığı ayrı yerdə eləmək olmur, mütləq efirdə çıxıb eləmək lazım. Onları da qınamaq, onları qınamaq olmur, bəzi yerdə o qadınları qınamıram. Niyə? O qədər TikTok'da gördülər də, avaraları görürlər ki, bu evdən gedənləri, ev xanımlarını da görməzdən gəlirlər, başa düşdünüz. Elə bilirlər, hamı onların tayıdır. Elə pis oldum ki, şükür Allaha. Allaha çox şükür. Nəslimiz bəlli, əslimiz bəlli, evimiz bəlli, eşiyimiz bəlli. Nə bilim, çox pis oldu. Mən bunları qınamıram ki. Axır vaxtda deyirəm ki, əslində insan cəmaatı qınamaq olmaz. O qədər orada avaralar görürlər ki, 8-dən 100 oyundan çıxanları görürlər, yıxılıb duranları görürlər. Elə bilirlər ki, hamı onlardandır. Vallahi. Evet, cavan oğlanım. Mənə qalmayıb, kim cavanla yaşır, kim qocayla yaşır, nəyimizə lazım. Vallahi. Özü bilər. Allah haqqı elə pisimə gəldi Aliyə, elə nirvləndim, əsəbləndim həqiqətən. Kim qınıyırsa, mənim balam həyatı qınıyanı deyirəm ha. Onun evladının, özünün, yaxınlarının başına gəlsin. Mənim qızımın ürəyindən su içsin, ya Rəbbim. Heç nə demirəm. Bəs elə avara qadınlar var, ağzına gələni danışırlar. Daha demirlər, əslində YouTube'a düşürlər, nə danışırlarsa. YouTube'da 5 dəqiqəyə taparıq biz onları. Allah baş qoşsaq, 2 dəqiqə, 2 vur 2. Taparıq biz onları. Gedib qapısından tutasan belə, çıxararsan, kölə belə dartıb, deyəsən, indi gəl bura. Baxarsan, görəsən, onu deyən adam heç bir köpüklü adam da deyil, məsələn, yeri gələndə. Kim bilir kimdir? Odur Aliyə. Aliyə. Evi bəlli, yeri bəlli, nəsli bəlli, şəklinin ən sayılıb seçilən ailənin qızıdır da. İndi gəlib orada evlənibdir. Pisdir, deməli bu. Adama bir sual verərlər. Neçə illərdə yolunu gözləyirsən, ay qız sən o iqalın. 2 il yarımdır. Gələ deyir 2 il yarım çoxdur, nə 2 il yarım? 3 il yarım, 4 ildir, nə deyək? Tanışdığımız çoxdur, amma zaksımız 2 il yarımdır. 2 il yarım. Tanışdığımız mənim mart ayının, aprel ayının 3-dən, 2023-ün aprelin 3-dən efirdən götürmüşdüm mən. Axır ki. Təmiz tarix ailədən çıxıb, evi var, eşiyi var, nə olsun da orada evlənibdir. Demək ki, bu da küçədə qalmışdı. Ayıbdır vallahi, ayıb. Valla mən özümə məxsus sərbəst evim var, məsəl üçün. Valla evimiz var, eşiyimiz var. Mən gedib ərə getmək nə lazım ki, evimdə oturub axmaqlığımı eləyərdim də. Valla. Yox, adama pisinə gəlir, adam siz... Mən bunları da qınamıram, Aliyə. Bunlar o qədər orada yıxılıb duranları görürlər, söyənləri burada görürlər ki, onlar elə bilir, hamı elədir, yəni. Bəli, insanlar baxırıq televizorla, efirlərə inanırıq da, inanırıq ki, burada hər şey düzlük gedək bir ora bizdə. Biz nə bilək ki, orada kimsə var, oyun çıxarır orada. Hatta ovcumuzun iyniyirik.
ki burada ne düzdür ne yalandır. İnirik bu insanlar, ben kimi ne kadar insanlar var. Ayıp şeyler orada danışırlar, yazırlar, canlılara koşulurlar. Ayıp değil mi? Avaralar gedir ora, küçede kalmışlar gedir ora. Ne bileyim ne gedir. Qoşu dərəsi o kadar hilelerini görürler ki bu efillerde. Bu cemaat o kadar görür ki düzü de elə bilir ki bunlar da bunlardandır. Ne bileyim vallahi, mən də deyirəm, inciməsinlər dostlar, inciməyin. Yaxşılarından öpürəm, bağrıma basıram. Mən sizi çox istəyirəm. O elə şeyləri danışanlardan mənim kızımın ürəyindən su içsinlər. Heç nə demirəm. Ürəyindən su içsinlər mənim balamın. Mənim uşağım yenə gəlib uşaqlarını atıb qaçan ana olsaydı, eləyən ana olsaydı, Allah hamd olsun ayağa deyərdim ki, elə bu dənizi də götürüm geçsin. Bundan uşaq baxan olmaz. Vallahi deyərəm, mən doğruluğu sevən insanım. Sen gəlib evində oturacaqsan 12 il nələrə dözərsən, axırda bir dənə küçə pozğuntusu, küçə süpürüntüsü gəlsin desin ki, qarnını doldurub ki, mən də varam burada. Ərim mənə belə eləyib. Həm də az yaşlı, uşaq. Allah heç kimin evinə salmasın, qapısına salmasın belə şey, ya Rəbbim. Heç kimin. İnsanlardır da. Nigara da deyirəm, Nigar, bir də görsən Nigara yazırlar. Sən bədbəxtsən. Mənim qızım niyə bədbəxt? Mənim qızım sadəcə bəxtsizdir. Bəxtsiz ki, elə küçüyün rastına çıxıbdır. Elə ana tərbiyəsi görməyən, elə şümürlərin rastına çıxıbdır. Elə tərbiyəsizlər rastımıza çıxdı bizim. Mənim qızım şeysiz deyil, nədir onlardır? Bəxtsizdir, bədbəxt deyil. Şükür Allaha. Nəyimiz əksikdir? Gedəcəm sabah evimə. Oradan çəkiliş eləyəcəm. Saat 8-ə 9-a açarsınız səhifəni. Görün Nigarında, Nərgizində evinə baxın. Esmiranda evinə baxın. Ayıbdır. İndi də Aliyə Safi qoca vaxtında ərə getmir. Yaxşı eləyib gedib. Mən də gedərəm. Mən birinci dəfə geyirəm, 5-ci dəfə getmirəm ki. Buyur. Birinci dəfə qız oturub abırla həyayla. Abırla həyayla oturubdu, gedibdi. Kimə nə bundan? İqılın bəlkə 80 yaşı var, ona xoşdur. Adam gəlir, aparır, gəzdirir. Qol-qola, nətədim, yan-yana. Gəzirlər, tozurlar, qoyur, çıxır, gedir. Hər ay pulunu göndərir, yeməyini, içməyini. Necə olar, mənim başım çıxmır. Xuliqan olmalıydı. Tamam 111. Bunlara nə dedirsən, bəzi adamlara xeyri yoxdur vallah. Daha kim darsa qıtamaz. Xeyri yoxdur. Nə bilim var. Aliyə gedəcək, narahat olmayın bəzi adamlar. Yanında olar. Hanı yanında? Olacaqdır. Bu dövlətlər soran şey olur da, nə qədər olasın? Cəmaat. Bizimkilərin hamısı yanındadır, gedirlər Rusiyaya gəlirlər. Hələ İqıl bəy görün nə qədər kasıb küsuba kömək edib, bilirsiniz. Pərdə arxasından sizin xəbəriniz yoxdur. O İqıl bəy nə qədər insanlara kömək edibdir. Kasıb küsuba əl tutubdur. Onu biz bilirik. Vallahi. Yoxsa ki danışırlar, boş-boş danışırlar, boş-boş. Bəziləri, hamısı da yox. Nə qədər insana İqıl bəy kömək eləyib, şey eləyib, məsəl üçün. Mən də qınıyırdım, bu qızı niyə aparmır? Əridir, sadə. Əridir, İsrail'də olur, bu müharibə zat oldu, apara bilmir bunu. Daşqalaq eləyirlər, İqıl səni aparmadı, İqıl... Nəysə. İndi gedəcək. Aliyə, gəlinlik dinətsən? Ya, bilmirəm. Aliyə dirhamdan yaxşı yaşayacaq orada. Biri yazıbdır. Mən sən yerdə olsam, eşdirsən artıq dayan.
Mən sənin yerində olsam Aliyə eşidirsən. Qəşəng gəlinlik giyinərəm. Başa düşdün. Gəlinlik giyinərsən. Bax. O köhnə şeylərdə olurdu ay Allah. Belə. Üzüyü də tutup samolyotdan belə düşərsən. Aliyə, samolyotdan belə düşərsən əzizim. İsraildə belə düşərsən. İqal deyir ki, istəyirsənsə stüardessalardan xahiş edim təşkil eləsinlər samolyotda. Nəyi təşkil eləsin? Gəlin paltarın geyir getməyə. Gəlinlə, gəlin paltarı giyin. Başında belə sağ, belə. İqo bəy də belə bunu qaldırar. Sən nə qəşəng tülün zadın var başına saldın. Bunu mənə Həc xanım gətirib, hədiyyə gətirib. Aliyə. Yaraşır belə. Şarfdır. Bunu o gün bir dənə Həc xanım gəlmişdi bizə, Sarı xanım. Deməli, axtara gəl. Adres bilmir evin, telefonum da yoxdur Bir dənə canlıda demişəm, harasa yaxındır evimiz. Təsəvvür Vasimoydan gəlib, şərf gətirib, Nərgizə uybaxsın, Nərgizə cunamaz deyirlərdi, o namaz paltarı zadı. Gəlib evimizi tapmışdı, inanırsan Aliyə. Bunu o gətirib. 3 dənə gətirib bunlar, rəng-bərəng. TikTok'dan gəlmişdi. Bu rəngi mən götürdüm, dedim ki, bu rəng mənim, nədir bunu, bu koftama yarayır da bu rəng. Bax, eynidir. Hayır. Yaraşır belə. Dünya. Sənə hər şey yaraşır. Sağ ol, Aliyə, gözələ hər şey yakışır. Gedəcəm. Gedək görək. Nə var, nə yox isti ölkələrdə. İsti ölkədə ora, Aliyə. Çox istidir. Bir dəqiqə mənə qonşu yığır, gəlir. Gəl sonra. Açıq ilə yaxşı görünmür. Sizə al da yaraşır, şal da vallah. Qoy danışsınlar dünya. Boş verək. PK edin. PK etsəm Ailə bəy, sən mənə dəstək olacaqsan. Soruşuram, dəstək olacaqsan. Gəldin. Aziz mehriban nənə. Ala. Çox sağ ol. 2 manat. 1 manat. Nənə verəcəm də yox. Ona görə bunu mənə verirsən. Yox. Mənim qurban olsun sənə. Hani vermez. Verəcəm, sabah verərəm. Vermez. Gül verib mənə, gül. Çek bebeksi telimi çek. Dostum düşman görse telimi çek. Uf. Tıklayacağım dedi. Ləpə ki oyun oyna. Oynama. Birilerin gelir. Deyirəm, ay dostlar, hayf yaşlandım vallahi. Çok hayf. Çok hayf. İqanla danışır Yusuf. Kimdən danışırdın Aliyə? Yox, qonşu zəng eləmişdi, xəstədir, zəncəfil soğucuydu. Şəkilə virus yayılıbdı, hamı bu gündədir. Nə virusu? Boğazdan tutur. Boğazdan tutur hamı, titrətmə, üşütmə, Akşam olsun. mənim halsızlıq. Niye hep sen desen hayır ki qozaldım. Keçdim günlərə. Bu bir.
Hemen paltarlarını yıkla. Anemi yığmayasın, 2 dənə dəst götürəcək, su. Ay, esi yaxşı, mən istirahət edeyim. 5-in yarısı şofer gəlib məni götürəsidir. Səhər 5-in yarısı, yaxşı Aliyə. Yaxşı. Sənə sağ ol. uğurlar, inşallah Allah qoysa. Gedərsən Sağ ol. İsrailə, qovuşarsan ərinə. İqal bəyə bizdən salamlar deyir. Sağ ol. Bürsü il mən Dediğimi de intervyu unutma. eləyəsilər. Səfirlikdə intervyu alasılar. Orada nazirlikdə ondan alasılar. Eyni vaxtda burada da mənlə. Nə maraqlı olar amma Aliyə. Bilmirəm hansı suallar düşəcək. Nə sual verəcək ki, məmnunsan həyatından. Ərin gəlib səni aparmağa, deyəcəksən bəli. O zaman deyəcək, yaxşı ol, gedin. Bir nəfərdən soruşmuşam. Deyir, neçə il qava keçibdi. Deyir, ondan soruşurlar ki, milli xörəklər hansıdır, bayramlar hansıdır, nə belə şeylər. İmtahan verməyə gedirsən. Əməli başlı imtahandır da. Allah. Nə bilim, can var. Mən də bu gülləri sənə verirəm. Aliyə. Sağ salamat gedəsən. Əslində bu ağ, qırmızı gül olmalıdır. İndi evdə ağdır da. Uşaq mənə gətirdi, mən də sənə. Aferin. Allah qoysa inşallah yaxşı olar hər şey. İnşallah. Aliyə, nə Sağ bilim. ol. Yaxşı ol, yaxşı ol. Hərdən gələrsən. Oldu canım. Yaxşı. Sağ ol. Yazıq qız. Valla yazıq qız nə qədər gözlədi, təsəvvür edin. 3 ildir də gözləyir İqalı. Üç ildir gözləyir. Ay bacı, ay qardaş, bilmirəm, bacısan, qardaşsan, bu o kişidən əl çəkmədi deyirsiniz də, hə? Bu əridir də, daha əl çəkməyəcək də. Adam əlindən əl çəkər, o da çəkmir də.